Salam, hörmətli izləyicilər, hər birinizə xoş gördük. Bugünkü təlimimizdə biz keçən dəfəki başladığımız təlimin davamını keçəcəyik. Bu təlimdə biz yenidən çox ölçülü, çox faktorlu xətti reqressiya modelini izahına keçəcəyik. Yenə də əvvəlki dərsdə də qeyd etdiyim kimi izahların verilməsi və izahlar çox önəmlidir. Yəni sonrakı məsələləri anlamaq üçün, sonrakı hesablamaları başa düşmək üçün izahların verilməsi çox önəmlidir. Ona görə yəni bu hissədə diqqətli olmaq lazımdır. Biz iki ölçülü xətti reqressiya modeli, daha doğrusu belə deyək də sadə xətti reqressiya modeli keçərkən burada bizim bir x dəyişənimiz və bizim bir y dəyişənimiz var idi və onun üzərindən biz bir analiz həyata keçirməyə çalışırdıq və onun vasitəsilə biz onu proqnozlaşdırmağa çalışırdıq. Yəni məsələn ki, y-i x vasitəsilə proqnozlaşdırmağa çalışırdıq. Lakin burada artıq üçüncü bir dəyişən, iki və daha çox dəyişənin yəni dövrəyə daxil olması ilə gedir. Burada mən iki təsadüfi dəyişən, yəni iki izah edici dəyişən vasitəsindən asıl dəyişənin izah olunması ilə bağlı belə bir modelin göstərəcəm. Deməli, təsəvvür edin, burada bizdə deməli şəxslərin məsələn qazanclarıdır, ya da ki, bunun belə deyək də maaş demək olar və s. və axır. Maaşa təsir edən faktorlardan biri nədir? Bu schooling, yəni schooling nə idi? Bizim təhsilimizi, neçə il təhsil almışıq və bu vasitəsindən proqnozlaşdırılır. Yəni, məsələn ki, earnings, yəni qazanc. Lakin əgər məsələn çox ölçülür xətti reqressiya modeli qursa, burada bir digər bir dəyişən də daxil edir, experience, yəni buna deməkdir bizim təcrübələrimiz. Çünki təhsil mütləq qaydada, yəni belə deyək də əsas izah edici faktor olmaya bilər. Burada digər məsələlər də önəmlidir. Məsələn, hər hansı bir şəxsi işə götürərkən onun təhsilinə baxanda, deyək ki, məsələn, insan resursları mütəxəssisi onun təhsilinə baxanda, həmçində onun nəyinə baxır? Onun təcrübəsinə baxır, nə qədər təcrübəsi var. Buna görə hər ikisi faktor deməli, işə götürən üçün kifayət qədər önəmlidir. Ona görə də yəni, həmin şəxsə yəni, deyək ki, məvacib təyin olunur. Odur ki, bu məvacibin yəni, belə deyək də, dəyişən olan qurumları üçün deyək. Və deyək ki, burada artıq yəni üç ölçülü yəni model yarandığı təqdirdə baxın buradakı izahları verdim. Təsəvvür edin ki, schooling, yəni belə deyək də, təhsildəki dəyişikliyi məsələn müəyyən bir ardıcılıqla götürsək, yəni gəlin mən bunu belə çəkməyə çalışıram. Deyək ki, məsələn, buradan bura qədər olan bir ardıcılıq və ya ki, buradan yəni sıfırdan bura qədər bir təhsil dövründə təhsilin dəyişməsi maaşa nə qədər təsir və bu qədər yəni təsir edir. Biz bunu əvvəlki deməli dərsimizdə keçmişdik ki, nə qədər yəni təsirin nə qədər olduğunu görürük. Məsələn, təsir nə qədərdir? Yəni heç bir təsir yoxdursa, başlanğıc bir deməli sizin maaşınız var, yəni hər hansı bir şəxsin maaşı üstə gəlsin, hər təhsilinin dəyişməsi ilə artan maaşı nə qədər artır? BT2 koeffisiyenti qədər artır. Bu elə bir ki, bizim xətti reqressiya modelində, yəni adi sadə xətti reqressiya modelini bulduğumuz idi. Lakin bir də yeni bir dəyişən daxil edəndə onun da yəni deməli bu deməli qazanca bir təsiri var da. Deyək ki, məsələn, əgər sizin təcrübəniz artırsa, deməli qazancınıza müəyyən qədər təsir göstərir. Bu iki faktor əksi necə təsir göstərir? Müsbət təsir göstərir. Biz bunu buradan başa düşürük və bu hissə yəni nə deməkdir? Yəni tam olaraq belə deyək də təhsilin, yəni daha sonra təcrübənin qazanca təsirini burada ifadə edir. Və digər burada fikir versəniz, hər ikisini nəzərə alsaq, dəyişən nə qədər olacaq, yəni nə qədər dəyişəcək. Bu dəyişikliyi göstərən reqressiya xətti, yəni biləcək ki, biz çox ölçülü xətti reqressiya olsa belə də, burada yəni xətti reqressiya həllər çoxluğu, belə deyək də, proqnoz olunan çoxluğu, bu plane, yəni belə deyək də, bu müstəvidir. Və fikir versəniz, burada hər ikisinin, həm buradakı təsir artım, həm buradakı təsir birlikdə nəyə əmələ gətirir? Total təsiri əmələ gətirir. Yəni, combined effect of S and experience on earnings. Bu önemli ki, kombinə olunmuş yəni dəyişikliyi ifadə edir. Və bu, əlbəttə ki, bizim əlimizdə bir yalnız, belə deyək,
bu proqnoz olunan nöqtəsi, bu real nöqtəmizdir bizim. Real nöqtədən proqnoz nöqtəyə qədər olan məsafə də nədir? Error hissəsidir. Ona görə bizim bütün bunları nəzərə alında bizim xətti reqressiya modelimiz, çox ölçülü xətti reqressiya modelimizin oxunuş forması nə formada olacaq? Bu formada olacaq, gördüyünüz kimi. Bu dəyişikliyi biz orada görürük. Deməli, bizim keçən dəfə də izah etdiyim kimi bizim true model, belə deyək də population model bizdə bu olacaq. Yəni 2 dəyişənli çox ölçülü xətti reqressiya modelində, onun fit modeli də bu formada olacaq. Əlbəttə ki, biz ən kiçik kvadratlar usulu ilə beta koeffisientlərinin tapılmasını nəyə əsasında edirik? Yəni, errorların əsasında edirik. Errorlar bizdə nə adlanırdı? RSS adlanırdı. RSS də nə idi? Cəm işarəsi hər bir real y-dən y qəpi çıxırdıq və bunun kvadratlarını neyinirdi? Minimallaşdırırdıq. Əsas bu budur. Burada biz birinci error törümləri tapmalıyıq. Yəni, daha doğrusu rezidualları, qalıqları tapmalıyıq. O qalıqlar əsasında biz nə etməliyik? Deməli, modeli qurmalıyıq. Deməli, burada gördüyünüz kimi RSS bizdə residual sum of square, yəni ən kiçik kvadratlar usulu ilə optimallaşdırılmalı olduğumuz qalıqların kvadratlarının cəmidir və onları buradan, bu qaydada, hətta bu hissədə mən təfərrüatına girmək istəmirəm. Siz bunu riyazi əsasında da baxa bilərsiniz. Çox sadə şəkildədir. Yəni, keçən dəfə biz ölçü edərkən, biz necə edirdik? Burada sadəcə y çıxılsın, beta 0 çıxılsın, beta 1 vurulsun, x idi. 3 dəyişən idi. Bunun 3 dəyişənin deyək ki, belə deyək də fərqinin kvadratı, birinci dəyişənin kvadratı, üstə gəlsin ikinci dəyişənin kvadratı, üstə gəlsin üçüncü dəyişənin kvadratı, üstə gəlsin birinci dəyişənin ikinci dəyişənin hasilinin 2 misli, birinci dəyişənin üçüncü dəyişənin hasilinin 2 misli, sonra da ikinci dəyişənin üçüncü dəyişənin hasilinin 2 misli. Bu, sadə xətti reqressiyadır. Lakin çox ölçülü reqressiyada isə biz burada artıq 5 dənə dəyişən var. Birincinin kvadratı, ikincinin kvadratı, üçüncünün, dördüncünün, üzr istəyirəm, 4 dənə dəyişən, dördüncünün kvadratı, sonra birinci ilə ikincinin hasilinin 2 misli, birinci ilə üçüncünün, birinci ilə dördüncünün, sonra ikinci ilə üçüncünün, ikinci ilə üçüncünün, ikinci ilə dördüncünün, sonra üçüncü ilə dördüncünün hasilinin 2 misli. Bu formada biz açırıq burada gördüyünüz kimi. Açandan sonra da bunu sadələşdiririk. Sonra bu sadələşdirəndən sonra artıq nə olur? Buradan hər bir deməli beta koeffisiyentin tapılması üçün hər bir betaya görə törəməsini alıb sıfıra bərabərlik. Bu artıq olur artıq sistem tənliyi. Bu sistem tənliyi həll edəndən sonra artıq bizdə həm beta 1 koeffisiyent, həm beta 2, beta 3 koeffisiyentini tapmaq olur. Əlbəttə ki, burada biraz uzun formada verilib izahların. Lakin mən bunu bu formada göstərdim. Sizin əlinizdə bir material olsun ki, və təsəvvür olsun ki, bu necə yaranır? Hardan əldə edirik bunu? Bu boyda riyazi belə deyək də hesablamaların aparılmasına onsuz ehtiyac yoxdur. Hazırda hətta Excel'də, Python'da, EVIUS'da, Stata'da, SPSS'də və digər bu tipli, bu qəlibdən olan proqram təminatlarında artıq bunların hesablanması arxa fonda avtomatik olaraq həyata keçirilir. Məqsəd burada nədir? Məqsəd burada sizin back math deyirlər də buna, arxa riyaziyyatın nə olduğunu, riyazi hesablamanın nə olduğunu sizə başa salmaqdır. Əsas burada vacib məqam burada budur. İndi mən çalışacağım bir model üzərindən bunu yerinə yetirməyə çalışaq. Deyək ki, məsələn, bizim əlimizdə, gəlin bunu biraz verim, bizim əlimizdə belə bir data var. Deməli, bir şəxsdir. Bu, belə deyək də, dondurulmuş piroqlar, belə deyək də, desert piroqlar satır. Və bu, bilmək istəyir ki, onun, deməli, əlində müəyyən bir data var, 15 həftəlik bir data var. Bu data əsasında bilmək istəyir ki, onun növbəti həftə, 16-cı həftədə satışı nə qədər olacaq? Yəni, bir ya da ki, bir proqnoz modeli qurmaq istəyir. Onu necə edə bilər? Onu nəyin vasitəsilə edə bilər? O görür ki, onun əlindəki datada, deməli, bu, belə deyək də, bu datanın, yəni bu satışların bir qiymətləri var. Hər həftə hansı qiymətə satıb deyənə, onun əvvəlcədən onun bir məlumatı var. Həmçində, yəni onun belə deyək də, advertising, yəni
reklam xərcləri var burada. Reklamın xərcləri var burada. Onları da özündə qeyd edib. Bunun əsasında bilmək istəyir ki, o satışı nə qədər olacaq. Belə bir data var. Bu data əsasında yəni modelləşdirməkdir. Gəlin mən bu datanı götürürüm. Bu data əsasında bir Excel cədvəl yaradacağım indi. Excel, okay. Tak, bu açılsın Excel. Burada Excel get-gedə, yəni belə deyək də, bilmirəm sizdə necə, yəni məndə də get-gedə bu daha çox daha ağır işləməyə başlayıb. Yəni Excel bir şəkildə yüklənir, amma Excel yəni hər halda ki, həmişə əvəz edilməz bir deməli alətdir. Bu da advertising $100'larla verilib. Yəni mən sizin başınız qarışmasın yəni burada mən bunu bir də $100 vurub, yəni eyni şəkildə yəni necə varsa yəni dollar olaraq saxlamaq istəyirəm ki, yəni dəyişməsin burada heç nə. $100'larla olmasın. Ola bilər biraz bunun yəni confused ola bilər burada. Ona görə mən bu hissəyə toxunmuram, belə də saxlayıram. Okay. Bizim yəni pie sales, yəni bizim deməli piroq satışlarımız var bizim. Həmçində bizim yəni piroqların qiymətləri var həftələr üzrə. Həmçində nə qədər burada bizdə advertising, yəni belə deyək də reklam xərcləri var, onlar da burada var. Mən bunu yaddaşa verəcəm indi, yəni öz kompüterimdə. Deyək ki, browse verək buradan, desktop adını qoyaq pie sales, okay, bu formada verək, yaddaşa verək, qalsın burada. Bəli, bağlayıram. Və mən buradan Evius proqram təminatını açıram. Daha çox Evius'la izah etməkdə məqsədim odur ki, yəni həm bizim o sabah qrupunun tələblərinin anlaşılan olsun, həmçində deməli yəni daha asan dildə, daha asan versiyada, daha belə izaha yönəlik olduğu olsun deyə. Və buradan bildiyiniz kimi, əvvəlki dəstədə bildiyiniz kimi biz yeni bir faylı buradan yəni gətirməyə çalışırıq desktop hissəsindən. Deməli adı bizdə necə gedirdi? Pie sales, okay, pie sales, okay, pie sales. Bunu götürürük, okay, open veririk. Və burada görürsünüz, bu data burada var. Artıq heç nəyə toxunmadan, sadəcə next verməklə finish. Burada no veririk, yəni data ilə link eləməsin. Çünki bizdə məlumatlar artıq burada var, həftənin günləri. Burada neçə həftə varsa, okay. Prinsipcə buna ehtiyac yoxdur, sadəcə yəni datada var dediyim və əlavə etdim. Qiymətlər var, hər bir həftə üzrə qiymətlər burada qeyd olunub. Həmçində piroq satışlarının sayı var, burada qeyd olunub. Okay, həmçinin də burada advertising, belə deyək də reklam xərcləri burada qeyd olunmuşdur. İlkin olaraq yəni biz həm pie sales and price, belə deyək də, həm də pie sales advertising, bunların arasındakı bir münasibətə baxaq. Qiymətlə yəni bu deməli piroq satışları arasındakı əlaqəyə baxsaq, birinci qrafik olaraq təsvir etməyə çalışaq. Deməli scatter plot kimi göstərək. Görünən olur ki, yəni burada qiymətlər artdıqca, yəni biraz qlaf elementi biraz böyüdüm. Tak. Okay. Solid fill olmalıdır, səvət bilirəmsə, tam bu formada verə bilərik bunu. Okay. Yəni qiymətlər artdıqca elə bil ki, bir deməli satışlar yəni aşağı düşür. Yəni qiymətlər artdıqca satışlar aşağı düşür. Hətta biz buna belə deyək də bir fit line əlavə eləyə bilərik, regression line əlavə eləyə bilərik. Buradan görə bilərik, görürsünüz, yəni getdikcə yəni azalmağa doğru gedir. Bu qrafik üzrə bizim gördüyümüz nəticə bundan ibarətdir. Lakin biz həmçinin də advertising ilə pie sales arasındakı əlaqəyə baxa bilərik. Verək burada. Bunu yaddaşa verək. Name, qrup 1 verək bunu, verək. Növbətini, yəni advertising ilə pie sales qrup olaraq təsvir etməyə çalışaq. Bu hissələr çox vacibdir. Bəli, regresi qura bilərik, tamam, qrup hazırlaya bilərik. Lakin məsələ orada yəni əlaqəliliyi tapmaq üçün bir şəkildə bunlara baxmaq lazımdır ki, yəni bunlar arasındakı əlaqəlilik necədir? Mən bunu biraz böyüdürəm, bunu da bubble edirəm, okay, bu formada. Bir də basic type burada regression line verirəm. Okay, görürsünüz, burada isə yəni müsbət əlaqə var. Müsbət əlaqə. Bu da ikinci qrafik olsun. Okay, mən birinci ilə ikinci qrafiki yanaşı qoysam, siz görəcəksiniz ki, birində yəni artım var. Yəni gördüyünüz kimi, yəni
bu deməli bu hissədə artım var. Yəni reklam xərcləri artdıqca, yəni satışlar da artır. Lakin qiymət artdıqca satışlar aşağı düşür. Lakin bunların birlikdə kombine olunmuş versiyası nədir və burada əlaqəlilik necə olacaq? Biz ona baxmalıyıq. Və həmçində gəlin belə edək. Bunların yəni price advertising və pie sales, yəni bunları üçlü qrup olaraq baxaq. Və bunların deskriptiv statistik göstəricilərinə baxaq. Yəni satışın ən minimum halı, yəni ortalama 6.6 olub, yəni minimum yəni 4.5 dollar olub, ən maksimum 8 dollar olub, median 7 dollardır. Reklam xərcləri ən maksimum minimum 270 dollar, maksimum 450 dollar olub. Burada belə deyək də, Skewness və Curtis'ə baxdıqda heç bir data normal deyil əslində qalanda. Lakin biz bunu normal olaraq qəbul edirik. Sadəcə azca biraz normal olan data bu görünür, advertising. Lakin nə varsa odur, yəni əlimizdə olan datanın üzərindən biz bunu təhlilə aparacağıq. Okay, mən buradan bağlayıram yenidən. Okay, yes verirəm, bağlayıram. Okay. Nədən o arasındakı yəni əlaqəliliklə bağlı götürsək, niyə orada problem var? Yəni baxın, buradan mən sizə göstərsəm histogramla özünüz görəcəksiniz ki, məlumatlar arasında nə var? Problem var. Ümumilikdə yəni bu tipli yəni problemlər qarşımıza çıxanda hansı addımları atmalıyıq? Bu ilə bağlı da dərsimiz, yəni qarşıdakı dərslərdə mən məlumat verəcəm. Yəni orada data sayının azaldılması mı, artırılması mı, ya da nə bilim belə deyək də datanın normallaşdırılması və s. Çünki bütün dataya baxanda deyək ki, məsələn, qrafiki təsvir ediləndə buradan bəzi problemlərin ortaya çıxdığını biz görə bilirik də. Məsələn, datanın görürsünüz shiftingi vardır, burada görürsünüz yuxarıya doğru, yəni riyazi gözləmənin mediandan aşağı olması, bəzi yəni problemləri burada artıq yəni görünür artıq. Yəni heç datanın özünün histogram paylanmasına da baxanda buradan yəni biz hiss edirik ki, datada yəni paylanma düzgün getməyib. Yəni burada normal bir paylanma yoxdur. Məlumatlardan da burada aydın olur. İndi isə gəlirik bizim bu regresiya modelini quraq. Yəni burada gördüyünüz kimi bu data əsasında bir regresiya modeli qurulub. Bu yəni Excel proqram təminatı vasitəsilə edilir. Biz bunu yəni də Evius üzərinə etməyə çalışacaq. Necə olacaq? Gəlin Evius proqram təminatına qayıdaq. Burada yenə dedim quick hissəsindən estimation hissəsinə gedirik. Bizim pie sales, yəni satışları proqnozlaşdırırıqsa beta 0 əlavə edirik. Beta 1 bizdə olur pricing, okay. Price, yəni satışlar, daha doğrusu qiymətlər. Bir də advertising, yəni bizim reklam xərclərimiz, okay. Reklam xərclərimiz, advertising, okay. Reklam xərclərimiz. Okay, burada heç bir şeyə toxunmadan sadəcə yəni regresiya modeli qursaq görürsünüz. Artıq burada bizim modelimiz hazırdır. Price, yəni mənfi 24.97, advertising budur. Belə bir modeldir. Siz bunun yəni representation hissəsinə baxsanız görəcəksiniz. Yəni buradan 1-ə 1-də 306.1-də 526 görürsünüz, burada da eyni şeydir. 24.975 burada da eyni şeydir. Və həmçinin də advertising də burada eyni şeydir. Yəni bunun mənaları nəyə ibarətdir? Yəni onları izah etməyə çalışaq. Demək, sales, yəni satışlar, yəni satışlarla bağlı bir estimation model quranda, əgər bizim deyək ki, məsələn, bir vahid, yəni qiyməti qaldırırıqsa, məsələn, 1 dollar qiyməti qaldırırıqsa, onda bizim şeylər, 1 dollar qaldırırsa, onda bizim satışlar nə qədər azalacaq? Ortalama bir 25 pirog qədər azalacaq. Yəni, bunu bildirir. Lakin advertising, yəni belə deyək də, reklam xərclərini 100 dollar, 1 dollar artırsaq, hətta yəni burada yəni dollarla, 1 dollarla da burada sadəcə görürsünüz, mən sizə burada göstərirəm, burada 0.74-dür. Yəni bu biz burada 100 dollara vurduq deyə, ona görə buradakı data dəyişdi. Yəni 100 dollar artsa, yəni bizim ortalama pirog sayımızın yəni satışı 74 pirog daha artıq olacaq. Və deyək ki, məsələn, bizə növbəti həftə ilə bağlı, deyək ki, 16-cı həftə ilə bağlı bizə belə bir data verilib, bilir ki, yəni sizin deməli növbəti həftə məsələn müəyyənləşdiririk ki, piroqun qiyməti 5.5 dollar olacaq və reklam xərcləri 350 dollar olacaq və bunu bu modeldə yerinə qoysaq, hesablasaq, növbəti həftə ortalama 428.162 piroq satmış olacaq.
Yəni bu məlumat əsasında. Yəni burada məlumat əsasında. Əlbəttə ki, yenə də sadə xətti reqressiya modelində olduğu kimi bütün reqressiya modellərində ilkin baxacağımız, yəni vacib olan bizim üçün ölçü vahidi deməli determinasiya əmsalıdır. Baxın bu hissədir determinasiya əmsalıdır. Determinasiya əmsalı deməli regression sum of squares, yəni YSS-in, yəni daha doğrusu total sum of square bölünməsi deməkdir. Və biz bunu necə hesablayırıq? Sadəcə yəni dediyimiz kimi regression sum of square, yəni burada biz bu hissədən diqqət yetirsək, yəni belə bir outputu, bu hissə nədir bizdə? Regression sum of square, yəni YSS, yəni explained sum of square, izah olunan hissədir bura. Bura isə residualdur, residual RSS-dir, okey, RSS. Bunlar ikisi cəmləyəndə bizə nəyi verir? Totalı verir də, total sum of squares verir. Biz nə edəcəyik burada? Yəni R-square-ni tapmaq üçün nə edəcəyik? Sadəcə YSS-i böləcəyik TSS-ə. Necə burada edilibsə, YSS bölünüb TSS-ə tapılıb nə? Bu hissə tapılıb, okey. Belə, bunun vasitəsilə biz bunu tapırıq. Burada da yəni gördüyünüz kimi, yəni 52,148 nəyi ifadə edir? Yəni, yuxarıya qayıdaq. 52,148 nəyi ifadə edir? Yəni, 52,1% variasiya, yəni total variasiya. Yəni, belə deyək də, biz əgər deməli, piroqun satış qiymətini, həmçində onun belə deyək də, reklam xərclərini nəzərə almasaq, sadəcə yəni piroqun özünün qiymətlərini götürsək, bizim bir ortalama qiymətimiz olacaq və onun ətrafında variasiya olacaq. Bu variasiyanı biz nə qədər azalda bilirik? Yəni bu qeyri-müəyyənliyi, yəni ümumiyyətlə biz variasiya haqqında danışarkən qeyri-müəyyənlik deyirik. Bu qeyri-müəyyənliyi nə qədər azalda bilərik? Baxın, həmin bu hissəyə biz deyirik, yəni R-square həmin o hissəni bizə izah edir. Yəni ümumilikdə nə qədər azalda bilərik. Yəni biz həmin o qeyri-müəyyənliyi, yəni bizim satışlarımızın, sabahki satışlarımızın qeyri-müəyyənliyinin 52,1%-ni nə izah edir? Qiymətlər və yəni reklam xərcləri. Qiymətlər və reklam xərcləri. Belə. Buradan da yəni görə bilərsiniz, burada var, yəni qeyd olunub. Hətta yəni buradakı məlumatlar görə də siz yəni interpretasiya edə bilərsiniz. Okey, növbəti bizdə göstərici nə idi? Yəni sum of standard error of regression idi, 47. Yəni bu nəyi ifadə edir? Əlbəttə ki, biz nəyə baxırıq? Yəni ümumilikdə nəyə baxmalıyıq? Yəni, bunu yaddaşa verə bilərik. Name equation 1 kimi yaddaşa veririk, qalsın. Yəni bizim datamız var, pay sales, okey? Pay sales'ın yəni ən kiçik satış nə qədərdir? 300 ədəd, ən böyük satış nə qədərdir? Yəni 490-dır, düzdürmü? 300-490. Bizim deməli bu equation'da, baxın buradakı hissədə, yəni sum of standard error of regression, yəni 47 olması onu bildirir ki, yəni, bu interval yoxdur, buradakı əldə etdiyimiz interval var. O intervaldan nə qədər azdır? Baxın, gəlin mən burada göstərim. Deməli, bizdə burada 300 və 490 arasıdır da, yəni interval budur, yəni minimum budur, maksimum budur, düzdürmü? Belə götürək də. Deməli, bizim 47 isə çox kiçik bir datadır, bunların arasına düşmür, yəni daha kiçik datadır. Ona görə biz deyirik ki, ümumilikdə yəni regressiyamız bu göstəriciyə görə əhəmiyyətli sayılır. Mən çalışdığım qədər yəni dərsin müddətini yəni 20-25 dəqiqədən tərəfə keçirməyə çalışmıram. Yəni o civarda saxlamağa çalışıram. İnşallah ki, yəni biz növbəti dərsdə buradan davam edəcəyik. Yəni növbəti təlimdə artıq yəni buradan artıq çox ölçülü reqressiya modelinin bir-bir komponentləri izah edəcəyik. Hər birinizə xoş mütaliələr arzulayıram. Növbəti dərsdə görüşərik. Sağ olun.